Abituriyentə kömək rubrikasında video izahları davam edirik. Artıq blok imtahanlarına başlanır və ən 25-i 2 gün sonra demək imtahandır. Üçüncü qrupların. Üçüncü qrup Azərbaycan dili ixtisası üzrə bəzi testlərə baxaq. Dövlət İmtahan Mərkəzinin deməli 20 sınaq test toplusu blok imtahan üçün hazırlamış test tapşırıqlarından 19-cu tapşırığa baxırıq. Klasteri tamamlaya bilən nümunələri müəyyən edin. Klasterin əvvəlində verilir. Feilin iki müxtəlif şəklində başa düşülə bilər və nümunə kimi verilir. Düşürsə. Düşürsə sözün biz iki şəkildə işlədə bilərik. Düşürsə, nə etsə və burada nə etsə, əgər nə etsəsinə birinci sə şəkilsi qoşulursa, onda söz olacaq şərt şəklində. Amma bunu düşürsə, nə edirsə şəklində deməli desək və ilk qoşulan şəkilçi ür olacaqsa, onda bu olacaq, feil olacaq xəbər şəklində. Deməli, biz verilən nümunələrdən də, variantlardan da elə feillər seçməliyik ki, bu şərti ödəsin. Baxırıq. Birinciyə. Bitirsə, ikinci söz çıxardı, üçüncü söz qopartdı, dördüncü söz vidalaşsa, beşinci söz yarışaq. Əvvəlcədən yada salmaq lazımdır ki, bu tip tapşırıqlarda iki şəkilçi, daha doğrusu üç şəkilçi daha çox bu şərti ödəyir. Ir, ar və aq şəkilçisi. Ir və ar şəkilçiləri əgər mak şəkilçisi ilə işlənə bilirsə, onda leksik şəkilçi olur. İşlənə bilmirsə, qrammatik şəkilçi olur. Və işlənə bilən şəkilçi olan sözlər ancaq bu şərti ödəyə bilir. Əgər makla işlənə bilmirsə, onda orada ir və ar həmişə zaman şəkilçisi olur və o yalnız bir şəkildə başa düşülə bilir. Ona görə biz baxırıq buna. Bitirmək demək olur. Bitirsə, nə etsə, bu olacaq şərt şəkili. Bitirsə, nə edirsə, bu olacaq xəbər şəkli. Deməli, bir, bizim şərtimizi ödədi. Ona görə bir düzdür deyə bir dairəliyirik. Keçirik variantlara. Bir olmayan variantları atırıq. B, C, E kənarlaşır. Və iki variantımız qalır. A və D variantı. 1, 5, 1, 2. 2-ə baxırıq. Çıxartdı. Çıxarmaq yenə mak şəkilsi ilə işlənir deyə bu şərti ödəyə bilər. Baxırıq, çıxardı, nə etdi? Birinci di qoşuldu və oldu xəbər şəkli. Çıxardı, nə edərdi? Birinci ar qoşuldu, yenə oldu xəbər şəkli. Burada deməli şəkil dəyişmədi, sadəcə zaman dəyişdi. Və bizə isə şəklin dəyişməsi lazımdır. Deməli, hər iki halda bu söz xəbər şəkli olur, sadəcə zaman fərqli olur. Deməli, 2 bizim şərtimizi ödəmir. Ona görə 2 olan variantı atırıq D variantın və yeganə cavabımız qaldı A variantı. İndi A-da bir 5 var, 5-ə baxaq. 5-in sonunda aq şəkilçisi var. Aq şəkilçisi bilirik ki, əgər arzu şəklindədirsə söz, onda A üstəgəl K 2 qrammatik şəkilçi kimi işlənəcək və söz arzu şəklində olacaq. Əgər aq bütöv bir şəkilçidirsə, onda əmr şəklində olacaq. Və burada ədatlara fikir vermək lazımdır. Əgər gəl, qoy, gəlin əmr ədatları ilə işlənirsə bu feil, onda aq bütövlükdə bir qrammatik şəkilçi olur və söz əmr şəklində olur. Amma kaş, gərək, barı arzu ədatlarla işlənirsə feil, onda A arzu şəklinin şəkilçisi, Q isə şəxs şəkilçisi olur. Ona görə söz arzu şəklində olur. Deməli, 5-ci nümunə həm arzu, həm də
əmr şəkli kimi başa düşülə bilər və ona görə cavabımızı ödədi və deməli düzgün cavab oldu A variantı 1, 5. Bununla bağlı hansı qaydalara diqqətli olmaq lazımdır? Qeydlərə baxaq. Ir və ar şəkilçiləri əgər makla işlənə bilirsə, bu şərt daxilində makla işlənə bilərsə, onda bu iki cür anlaşılacaq. Əgər ondan sonra D və mış şəkilçiləri işlənəcəksə, onda burada şəkil eyni olacaq, zaman müxtəlif olacaq. Yəni, müxtəlif şəkil yaranmayacaq. Yox, əgər ondan sonra sa şəkilsi işlənəcəksə, sa şəkilsi işlənəndə artıq o iki müxtəlif şəkildə başa düşüləcək. Yəni, ya şərt şəkli, ya da xəbər şəkli kimi başa düşüləcək. İkinci, sonu aq-la bitən şəkilçilər. Sonda aq şəkilçisi varsa feildə, bu artıq iki müxtəlif şəkildə olacaq. Əgər gəl ədatı ilə işlənibsə cümlə və yaxud gəl daxil ediriksə, onda aq bütövlükdə bir qrammatik şəkilçi olur və söz olur əmr şəklində. Yox, əgər kaş, gərək ədatları ilə işlənirsə, onda A bir qrammatik, Q isə ikinci qrammatik, iki şəkilçi olur və feil olur arzu şəklində. Deməli, bu tip testlər əgər qarşılaşırsınızsa, siz baxmalısınız ir, ar şəkilçili feillərə və sonra aq-la bitən feillərə. Ir, ar şəkilçisinin bir şərti var ki, bu şərti ödəmək üçün o mütləq maq şəkilçisi ilə işlənə bilməlidir. Əgər maqla işlənə bilmirsə, deməli, o bu şərti heç vaxt ödəməyəcək. Məsələn, yazır, yazırmaq işlənmədi. Deməli, o burada artıq cavab ola bilməz. Amma köçür, köçürmək işləndi, deməli o cavab ola bilər və digər məsələlərə də bundan sonra baxacaq. Yəni ilk addım onun maq şəkilçisini qəbul edib etməməsidir. Maqı qəbul etmək o deməkdir ki, o həm leksik, həm də qrammatik şəkilçi kimi başa düşülür. Maq qəbul edəndə deməli leksik şəkilçi olur. Digər bir variantda əgər maqla işlənməyəcəksə, onda qrammatik şəkilçi olacaq. Və deməli çətinlik dərəcəsində olan bir sualdır bu feil bəhsində, amma bu məsələlərə diqqətli olmanın asanlıqla deməli cavab tapa bilərsiniz buna.